Müşfiq xoş gördük sizi. Hoş gördük. Təklif olunanda ki, Müşfiq müəllimlə bir efir deyək çəkilişdi. Mənim üçün kifayət qədər həyəcanlandırıcı oldu. Çünki son vaxtlarda çox rastıma çıxır və bir növ illərdir indi biz də ruhiyyatçı adlandırırıq özümüzü bu sahədə. Yəni dilə gətirə bilmədiyimiz o ürəkdən tikan çıxartma şeyi var da, sanki o mövqe ilə sanki yaxınlaşdığında təbii gedişat boyunca müəyyən razılaşmadığım da məqamlar var, amma bu düşünürəm ki, təbiidir. Biz ailədən danışacağıq. Mən niyə görəsə özüm mənə ailədən danışacağıq deyəndə qadın və kişi yox, bura hamını qatıram. Qohum, əqrəbə, əmini, dayını, xalanı. Mən məsələn sizin mövqedə də bu belədirmi? Yəni ailə Elədir. modeli deyəndə məsələn şərqdə nəzərdə tutulan, İslamda nəzərdə tutulan hansıdır bu ailə modeli necədir sizin? Elədir. O indi nuklear ailə modeli var. Ata, ana, bir də uşaq. Bəli. Və elə bu şeyi də bütün statuslarda da bu cür Kafkadan ya kimdənsə sözlər alırlar, yazırlar ki, kiçik bir dairə. Bəli. Yəni kiçik bir əhatə. Çox insanları həyatlarına almaq istəmirlər. Çox insan sənin həyatına girən çoxlu burun deməkdir. Ona görə də qohumlar, ondan sonra hətta birinci dərəcəli qohumlar, nənə, baba, qaynana, qaynata, bunlar arzu olunmaz şəxslərə çevrilibdir artıq. Ki, bunları da rədd edirik həyatımızdan, öz bildiyimiz kimi yaşayırıq. Amma bunların anlamadığı bir şey var. Ki, o uşaq sağlam böyüməyəcək. Əgər onun nənəsi, babası, əmisi, bibisi, xalası falan bunlar olmayacaqsa. Hətta o qohumlar arasındakı mürəkkəb münasibətlərin özü belə. Bunlar indi bilirsiniz, belə komfort situasiyasından çıxış edirlər. Elə bilirlər ki, dünyada nə zamansa idillik bir situasiyalar olubdu. İdillik əmi, dayı, bibi falan olubdu. Elə deyil. Bu qohumlar problemli olurlar. İçində həsədlisi var, içində paxıllıq daşıyanı var, içində kinlisi var, içində ipə sapa yatmazı var, dəlisi var, ağıllısı var, müdriyi var. Sən bu iqlimdə böyüməlisən. Sən bütün bu rəngləri, təbiətin rəngləri nə qədər bizim üçün lazımdırsa, insanlığın da rənglərini buradan almalısan ki, sənə müdriklük gələ bilsin. Və uşaq da bütün o zənginlikdə böyüməlidir. Bəli, mən hesab edirəm ki, geniş ailə modeli ən sağlam bir ailə modelidir. Ailənin adı elə odur. Bəli. Mən illər əvvəl Camus'un Yad əsərini oxuyanda ilk cümlə məni sarsıtmışdı. Yəni ilk cümlə belə başlayırdı ki, anam bu gün öldü, bəlkə də dünən ölmüşdü. Yəni bunu oxuyanda mən psixiatr olaraq məni çox nə barədə sarsıtdı? Yəni adam anası ölür və əmin deyil, bu gün ölüb ya dünən ölüb. Yəni bu o qərb modelinin tənhalığının hansı həddə çatdığını göstərən bir şeydir ki, yəni bu insanın anası qocalar evində ölür, illərdir xəbəri yoxdur, gedir o dəfində çox soyuqqanlılıqla iştirak eləyir və s. Və bunu oxuyandan sonra çox təsadüfən bir Almaniyada işləyən bir həkim dostumuz var. Bununla söhbət edirik. O da psixiatr işləyir orada. Və deyir ki, bizdə orada pasiyentə belə sual verə bilirik ki, ata-ananla əlaqə var. Məsələn, bizdə bu sual yoxdur. Yəni %90% insanın ata-anasına əlaqəsi var və bu çox yaxşı bir tendensiyadır. Düzdür? Yəni müəyyən o sanki bir sehirli əl bura toxunur, bunu pozmağa çalışır. Məsələn, son vaxtların ən belə heç xoşum gəlməyən bir zarafatı var da, sanki zəng ilə gör bibingil nədir? Bunu sanki bayaqlaşdırıblar da. Hansı ki, yəni sənin yaşlı bir bibinin bayramını təbrik etməkdən, xalanın bayramını təbrik etməkdən gözəl nə ola bilər ki? Və bu sanki yumorun içərisinə salaraq, bir növ adiləşdirən, nə bilim, məsxəriyə qoyaraq sanki bir dəyər sisteminin gözümüzün qabağında aşılanması gedir. Və eyni şey, yəni düşünün, deyir ki, anam bu gün öldü, bəlkə də dünən ölmüşdü. Yəni bu məni çox sarsmışdı və biz müayinələrdə, biz o pasiyent müayinə eləyəndə hələ ki çox aşınmadığını görə bilirik. Hələ ki qohum əqrəbəni soruşuruq biz, hələ ki olan əlaqələri görə bilirik. Və bu düşünürəm ki, yəni bu şəkildə bu dəyərlərin aşılanması depressiyanın,
bəlkə də o deyirlər ya, depressiya bir müddət sonra adi bir şey olacaq, həyat tərzi olacaq. Bu belə deyil. Yəni həyat tarzı olacaq deyib bunu adiləşdirmək olmaz da. Yəni sən tənhalıq faktorunu da bura qataraq, sən bütün şəxsi əlaqələri bura qataraq bu prosesi sürətləndirməməlisən deyə düşünürəm. Çünki bizim məsələn müasir terapiyalarda, psixoterapiya metodları da daha çox rasionallıq üzərindən gedir. Yəni daha dəqiq, hə, yox, bayaq sizin dediyiniz kimi çox burun olmamalıdır, çox insan olmamalıdır və kənardakılar nə deyər şeyini dəyişməyə çalışırlar. Mən bilmək istəyirəm ki, yəni bu müasir fəlsəfi cərəyan, klassik, ənənəvi fəlsəfi cərəyanları demirəm. Müasir fəlsəfi cərəyanlar, xüsusən şərqdə ümumiyyətlə bu tip fəlsəfi cərəyanlar var, hansı ki, ailə institutunu qorumağa yönəlmiş. Hansı ki, yəni sanki belə bir təəssürat yaranır ki, ailə institutu ortalıqda qalır və sadəcə psixoloqlar bundan bağlı danışırlar, psixiatrlar bundan bağlı danışırlar və bir yetim kimi qalıb ortada. Yəni müasir bu tənhalıq probleminə, müasir iki sual oldu sanki. Yəni müasir şərq fəlsəfəsində bu şeylərə baxış varmı, yoxsa ənənəvi baxışdır hələ də və tənhalıq probleminə necə baxırsan? Tənhalaşma probleminə. Deməli o Kafkanın girişinə bu cavab verirəm ki, onun anası yox, onun özü ölübdür. Böyük ehtimal. Özü də çoxdan ölübdür. Xəbəri də yoxdur. Anası isə təzəliklə öldü. Bu adam çox. Əgər insanın valideynləri ilə bağları ölübsə, ki bu ola bilir müasir həyatın tempində, tərbiyəsində, dəyərlərində insanın valideynləri ilə bağları ölə bilir. İnsan ürəyi tədricən ölə bilir. Və deyir ki, nə var, indi atam anamdır da, xəbərim yoxdur da. Bu sənin ölümündən xəbər verir. Sənin ürəyin heç nə hiss eləmir. Gələk şərqə. Şərqin müasir sözü şərqə yaraşmır. Şərq elə müasir doğulubdur. 3000 il, 5000 il əvvəl. Ona görə də onun dəyişməyə ehtiyacı yoxdur. Bəs bu qərbin bu qədər təzyiqlərinə nə ilə çıxa bilər onların qarşısına? Anlatacağam. Bilirsiniz, mən bütün çıxışlarımda bu var. Mən tamamən qərbin klişesini rədd eləyirəm. Bir budağını yox, iki budağını yox, gövdəsini yox, kökü ilə birlikdə tamam götürüb aparsınlar bunu. Bütün bu təfəkkürümüzə giriblər bizim. Müasir şərq fəlsəfəsi. Yoxdur müasir şərq fəlsəfəsi. Şərqin fəlsəfəsi həmişə müasirdir. Şərqdə cərəyanlar yoxdur. Çünki şərqin vahid bir yolu var, Allaha doğru gedən yolu. Bunun ayrıntıları, kənarı falanı yoxdur. Alternativi də yoxdur. Çox vacib bir məqam. Şərqin Allah dediyi anlayış. Yəni bizim dini aspektdən başa düşdüyümüz Allahdır, yoxsa bu fərqli bir Allahdır? Yaradıcıdır, enerjidir, nədir bu? Yox, o müasir insanlardır, yenə dırnaq içində deyək. Müasir insanlardır ki, Allah sözündən utanırlar, Tanrı sözündən utanırlar, enerji, nə bilim, nə kimi sözlər çıxarmağa çalışırlar ki, daha geridə qalmış görünməsinlər. Birdən bunları mollalara oxşadarlar. Bu yəni məhz bizim başa düşdüyümüz Allahdır. Bəli, yerin göyün yaradıcısı kimi bilirik. Bu azdır bizim bilgimiz onun haqqında. Ki o yerin göyün yaradıcısıdır. Hər şeyin yolunu müəyyənləşdirib və biz də o yolu gedəndə doğru addımlarla ona sarı yaxınlaşmış oluruq. Hər işimiz də doğru düzgün olur. Baxın, üzr istəyirəm. Ailə də öz həllini 3000 il əvvəldir tapıbdı. Vedalarda, ondan sonra Konfutsiyun təlimlərində, sonra gələk İbrahimi dinlərdə, hamısında fikir verin. Çox qəribədir. O günü bir nəfərlə söhbət edirdim. Qədim dövrdə feminizm adlı bir eybəcərlikdən heç kimin xəbəri yox idi. Ki, qadın kişi ilə məsəl üçün bərabərlik davası eləyəcəklər falan. Yox idi belə bir zərurət. Amma bütün qədim kitablarda qadının yeri, kişinin yeri mütləq vurğulanırdı. Çünki ailə modeli necə olacaq? Onun sonra ata-babalara münasibət necə olacaq? Qohumlara münasibət necə olacaq? Bu detallar bütün qədim kitablarda mütləq altı cızılaraq vurğulanır. Çünki insanın sağlam insan olaraq yaşaması üçün onun ailə münasibətləri bunca əhəmiyyətlidir.
Çox Ona görə də orada resept Bəli. var. Bizim problemimiz bilirsiniz nədir? Mən niyə görə danışıram bu şeyləri? Mən bu elmi əks eləyə bilmişəm. Bir mənbədən yox, bir neçə mənbədən. Bu elm oturub indi mənim ürəyimdə. Mən oradan danışıram. Adamların bu haqqda bilgisi yoxdur. Mən də əvvəllər bilmirdim. Müşfiq bir sual verib sonra ikinci bir suala gələcəm. Bayaq yadınıza gəlirsə mən giriş verəndə dedim ki, razılaşmadığım müəyyən məqamlar var, hansı ki bu yanaşmalarla bağlı və sanki mən də özümü tapmağa doğru gedirəm bu mənada. Yadınıza gəlir, məsələn, bu da çox mürəkkəb məsələdir. Əslində sizin fikrinizi o baxımdan da bilmək istəyirəm. Məsələn, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, sizcə onlar bildiyimiz o yazarlar bizim cəmiyyətin güzgüsü idi. O avamlığı, hansı ki avamlığın birbaşa əlaqəsini dindən göstərirdilər. Məsələn, bir Novruzəli bəy obrazı yaratmışdılar. Məsələn, və yoxsa, yəni o var idi, onu yazdı. Yoxsa bu yazdı deyə bu xalq yavaş-yavaş onu oxşamağa başladı. O çox gözəl məsələdir. Bu ədəbiyyatın həyata təsiri. Bax, məhz bizim ədəbiyyatda, məhz bizim yazar, hansı ki, buna biz orta əsr deyək, yəni bu dövrün insanı, yəni gördüyünü yazdı, yoxsa yazdı və Novruzəlilər ona uyğun formalaşmağa başladı. Yəni din, bu sualı mən elə belə vermirəm. Yəni bu sualın ikinci hissəsi var ki, onu əvvəlcədən deyim ki, yəni fikirlərinizi ona görə düzə biləsiniz. Sonradan yaranan bu şey və yenə deyirəm, hər dəfə vurğulanır burada din faktoru. İndi mən məşhur bir söz var da, mən ateistkən də müsəlmandım deyə bir söz var. Yəni biz zaten müsəlman bir cəmiyyətdə doğulmuşuq və bizim kültürümüzdə, İslamın da, türkçülüyün də, atəşpərəstliyin də müəyyən izləri var və s. Yəni bu yazılarda, bu şeylərdə biz daha çox geriliyi dinlə bağlı görürük. Bizə aşılanan budur ən azından. Və sanki şərqin, indi adına biz ümumiləşdirib şərq deyirik də, müsəlman cəmiyyətinin ən böyük problemlərindən biri, mənə görə razılaşmadığım məqam nədir? Bu disiplin məsələsidir. Misal üçün bir düzənin olmaması, o müəyyən qaydalara əməl etməmə. Mənə görə bu şəxsi müşahidədir və mən düşünürəm ki, bu məsələn siz dediniz, qərb siz çox suallar birləşdirirsiniz müəllim. Cavab vermək çətin olur. Məsələn, disiplin ayrıca bir mövzudur. Gəlin məsəl üçün mən artıq yaddaşım da mənim çox qısadır. Birinci tərəfi artıq unutdum. Tamam, unutdunuz. Onda belə eləyək. Onda elə birincidən danışaq ki, sizcə Mirzə Cəlil, Mirzə Ələkbər Sabir, onlar real, geri qalmış cəmiyyətin güzgüsü idi? Okey. Yoxsa onlar yazdı deyə obraz yarandı? Bu maraqlı bir şeydir. Mən bura gələndə Facebookda bir dostumuzun yeni kitabının adını gördüm. Qaranlıq keçmişdən işıqlı gələcəyə. Azərbaycan üçün yazılmışdı. Və öz-özümə şey verdim. Bu nə klişedir? Niyə bizim keçmişimiz qaranlıq olsun ki? Bunu niyə bizə sırıdılar? Mən buna inanmıram. Keçmişə mütləq vəhşət kimi, qaranlıq kimi. Bu bilirsiniz, bu müasirlərin narsisizmindən doğan bir fəlsəfi klişedir. Müasirliyin həmişə bir narsisizmi var. Gənclərə baxın, özlərini yaşlı ata-analarından çox ağıllı hesab edirlər. Mən də o qələtlərdə idim. Sonra baxdım ki, gənc nəsil də mənə elə baxır. İşə baxa. Bu, hər nəsildə davam edən axmaqlıq imiş. Onlar elə gəlir ki, bu yaşlı nəsil tamam axmaq adamlardır. Bunlar əla yaşayacaqlar. Bax, bunun tarixi anlamaya yansıması da odur ki, keçmiş dəhşət olub, qaranlıq olub. Sən keçmişdə qələbə görmürsən. Sən keçmişdə işıq görmürsən. Sən keçmişdə Nizaminin busatını görmürsən. Nəsiminin dağın başından yanan, parlayan zirvəsini, işığını görmürsən. Zərdüştün təntənəsini görmürsən. Keçmiş sənə məğlubiyyətlər və qaranlıq kimi gəlirsə, mən inanmıram ki, sən həqiqəti doğru düzgün dərk edirsən. Bu klişedir. Və bu Hegelçilikdən gələn bir klişedir. Sonra da marksizmə keçdi. Tarixi başladılar belə traktovka ilə verməyə ki, bu pis olub, qaranlıq olub, həp inkişaf eləyib. Yox, yer üzündə inkişaf deyilən bir şey yoxdur. Bu yalandır. Texniki inkişafa aldanmayın.
İnsani məsələ baxımdan 10 min il əvvəl insanlar hansı məsələlərin üzərində çalışırlarsa, indi də onun üzərində çalışırlar. Əks təqdirdə Homeri oxumaq bizə bu gün maraqsız olardı. Oradakı ehtiraslar, oradakı düşüncələr, oradakı pafos, fikirlər bu gün də bizim üçün maraqlıdır. Çünki eksistensiyamız dəyişmir. Bu bir. İndi o Novruzəlilər haqqında. Cəlil Məmmədquluzadə də bir bütdür. Axundov da bir bütdür. Cəfər Cabbarlı da bütdür. Və mən bu bütləri qırdım özüm üçün. Çox üzr istəyirəm, kimisə xətrinə dəyə bilər bu. Mən bunları orta səviyyəli ədəbiyyat hadisələri hesab edirəm. Ruhaniyyat tarixində isə ümumiyyətlə belə bir. Ruhaniyyat mənim üçün daha zirvə bir şeydir. Məsələn, Zərdüştün, Buddanın, Konfutsin yanına qoyula biləsi və ya Nizaminin hətta. O peyğəmbər deyil, amma məsələ çox böyük bir mütəfəkkirdir, işıqlı bir mütəfəkkirdir. Və bunların yanına qoyulası adamlar deyirlər. Cığallıq da var bunların əsərlərində, çox dəhşətli bir subyektivizm də var. Və həqiqətən də bu klişeni bəhbəhləyəndən sonra adamlar, Sovet dövründə də bu lazımlı idi. Bunları inkişafın zirvəsi elan edəndən sonra bu klişe oldu. İnsanlar başladılar onların əsərləri ilə tarixə baxmağa, özlərinə baxmağa. Sən baxıb ancaq Novruzəlini görürsənsə və ya o Sarı hekayəsindəki o hamamçın kisəçini görürsənsə, sən şərqdə işıqlı işini görmürsən. Poş qutusunu görürsən ancaq. Sən şərqdə işıqlı... Bu elə qərbçilərin baxışına çox uyğun gəlir ki, onlar bu dəqiqə şərqdə Afrika axtarırlar ki, kölələşdirsinlər bizi. Bizə əvvəlcə sübut eləsinlər ki, siz bir heçsiz, siz elə keçmişdə də heç olmusunuz. Sonra da bütün tarixi keçmişindən, özünün zənginliyindən məhrum olmuş insanları kölələşdirmək çox asan olur. Köləlik psixoloji bir şeydir. Özünün əsilzadəliyi ilə, ata-babaları ilə əlaqəsini itirməmiş adamı kölələşdirə bilməzsən. Məsələn, Amerikanlar daha indi o şeylər, daha doğrusu Avropalılar ki, ilk Avropalılar ki getmişlər Amerikaya, onlar hinduları kölələşdirənmədilər. Heyran qaldılar buna. Nə qədər tuturdular, əsir alıblar da, texniki olaraq bunlardan üstündülər. Tutublar bunları, qul kimi işlədə bilmirlər bu qırmızı dərliləri, qızıl dərliləri. Evə kölə qoyurlar, əlinə imkan düşən kimi, bıçaq əlinə keçən kimi bütün ağalarını doğrayıb qaçırdılar preriyaya. Handan-hana qərar bu oldu ki, bunları öldürəcəksiniz və skalplarını gətirib satacaqsınız. Kökünü kəsəcəksiniz hinduların, çünki biz bunlarla bacarmırıq. Biz bunların qədimliklə, öz mənəvi dünyası ilə əlaqəsini qıra bilmədik. Bunlardan kölə çıxmayacaq. Gəmi ilə nə qədər də çətin olsa, Afrikadan daşımağa başladılar o insanları. Evet. Bizi də eləcə bu dəqiqə mənəvi köləyə çevirmək istəyirlər. Bu torpaqların Məhəmmədi olub, bu torpaqların İbrahimi olub, bu torpaqların Zərdüştü olub, burada Buddalar olub, burada Krişnalar olub, burada Konfutsiyalar olub, burada zəngin universuma yüksələn mədəniyyət var, ruhani fəlsəfə var və sən bu xalqlara Afrikalılar kimi baxmaq və bizim içimizdən də 5-ci kolon nümayəndələri var ki, onlar da bizə bu cür baxırlar. Mənə görə 5-ci kolon fəlsəfəsindən başqa bir şey deyil. Deyim sizə, Çexov da onlara aiddir. Çexov heç gözləmirdim onu. Vurdum onu. Bu yaxınlarda götürdüm, təzədən bir də oxudum. Başa düşdüm ki, onun müasiri olaraq yaşasaydım, mən o adamla dostluq eləmək istəyirəm. Belə bir məsələ var. Bütün talantına rəğbət. Belə bir, yəni ya o, ya bu məsələ, ortaya ya o, ya bu məsələsini qoysa, cavab nə o, nə bu olacaq da böyük ehtimalla. Mən sualın ikinci hissəsini itirmədim. Buyurun. Siz dediniz ki, qərbi mən budağından, gövdəsindən yox, kökündən vurur. Kökündən vurur, bəli. Sizcə disiplinə gəlmək istəyirsən? Yox. O bayaq disiplin məsələsi. Yox. Ona da deyərdim. Disiplin, yəni misal mən deyərdim, ona da deyərdim. Şəxsi fikrimi dedim, amma çox yaxşı olar. Onu sizdən eşitməyi çox istəyərdim. Yəni sizcə necə ki dediniz, məsələn, siz şərqdə o Nəsimi işığını görə bilmirsiniz, amma gəlib Novruzəlini görürsünüz. Məsələn, qərbdə heç bir işıq yoxdur. Məsələn, biz oradan bir işıq götürə bilmərikmi? Yəni bizim bu
ənənəvi, daha çox mənəviyyat üzərinə qurulmuş ənənəvi bir fəlsəfəmizin içərisinə oradan bir rasionallıq qata bilərik. Deyim. Bu elmi olaraq da belədir ki, Qərbin işığı özünün işığı yoxdur. Qərb işığını şərqdən alıb həmişə. Ona görə belə nankorluq eləyirlər bunlar. Ona görə belə idbarlıq eləyirlər. Qərbin işığı, hələ oxuyun Platonu, Platon özünü Zərdüştün yeni doğulmuş avatarı mücəssəməsi hesab eləyirdi. Deyirdi, mən Zərdüştdən öyrənmişəm. Bütün qədim Yunanlar hamısı Zərdüştdən öyrəniblər. Maqlardan öyrəniblər. Bizlərdən öyrəniblər. Və ondan sonra şərqli İsa Peyğəmbərdən öyrəniblər. Onların işığı İsa Peyğəmbər oldu. Şərqli. Əlbəttə, İsa Peyğəmbər İsraillidir, Yahudidir, şərqli balasıdır. Sizcə İsa Peyğəmbər mifik bir obrazdır, yoxsa tarixi bir obrazdır? Təbii ki, həqiqi bir obrazdır, tarixi bir obrazdır. Mifik bir obrazdan döyün qapını və sizə açacaqlar kəlməsini bir kimsə deyə bilməz. Mif uydursunlar, mif yaşasın. Heç vaxt eləyə bilməzlər onu. Mən o dağüstü izharı həmişə misal verirəm, deyirəm ki, götürün o dağüstü izharı, əgər sizin o qədər qabiliyyətiniz varsa, oradakı insanın acılarını duyun və o böyük işıqlı müdrikliyini duyun. Bax, onu deyən kimdirsə, İsa mən ona deyirəm. O sözləri kim deyibsə və o adi adamın sözləri deyil, sıradan adamın sözləri deyil, o ruhlu bir adamın sözləridir. Bunlar ruhu tanımırlar. Bilirsiniz, yaxşı musiqiçi, çox yaxşı musiqiçi. Siz ona Çaykovskinin tanınmayan bir musiqi parçasını verin, qulaq asacaq deyəcək, bu Çaykovskiyə aiddir. Yaxşı musiqiçi onu mütləq anlayacaq. Yaxşı ruhaniyyatçı da bilir ki, nə həqiqidir, nə həqiqi deyil. Ona əlavə sübutlara ehtiyacı olmur. İndi Qərbin özündə daha nə var məsələsi, yəni bütün ruhaniyyat, bütün onların fəlsəfəsi, hamısı xristianlıqdan gəlmədi, şərqdən gəlmədi. Özlərinin mifologiyasında, bu Skandinav ölkələrinin mifologiyasında işıqlı nöqtələr var, amma inkişaf edib bir kitab versiyasına da çatmayıb. Bilirsiniz, kitablı dinlər var, kitabsız dinlər var. Məsələn, bizim göy tanrıçılığımız da kitabsız din idi və o kitablı dinlər yaranan kimi Yahudiliyə belə təslim oldu və İslama təslim oldu, xristianlığa təslim oldu. Türklər bu üç dinlərin üçündə daşıyıblar. Hətta Manihey belə oldular, çünki orada da kitab vardı, Manihenin kitabları vardı. Onların öz İslama bu qədər rahat tabi olmalarının kökündə həm də yaxın ənənələrin olması da ola bilərdi. Məsələn, deyək ki, bir ibadət anlayışı onsuz da var idi, bir dəstəmaz anlayışı, yumaq anlayışı. Məsələn, bizim sahədə obsessiv kompulsiv deyə bir xəstəlik var. Əlini tez-tez yuyan və el arasında tutqusu. Tutqusu var elə adamın. Tutqusu var və el arasında buna sofu deyirlər. Sofu. Mən düşünürəm ki, bu sofu sözü sufizmdən gələn təmizlənməklə, arınmayla əlaqəli bir şeydir. Məsələn, mən bu yaxınlarda bir məqalə yazdım. İllərdir topladığım şeylər vardı. Pasiyentlərin yerli xalqların, yerli cəmaatın dilindəki psixiatrik ifadələrin qarşılığı. Məsələn, tıncıxmaq deyirdilər, kəkliyim azıb deyirdilər. Mən yazırdım bunları illərlə və topladım. Çox maraqlı şeylər çıxdı ortalığa. Məsələn, utanan adamın utanqac deməsi mənə çox utanıb və qaçır. Yəni çox sözlərdə maraqlı şeylər var. Bəli, xalqlar bunu çox net şeyləmişdi. Yəni onların İslama rahat tabe olmağının kökündə də bu ola bilərdi ki, yəni məsələn bunların hamısının eyni kökdən gəlməsi, Şumer ənənələrindən gəlməsi və onsuz da İslama çox da yad deyildi bu cəmiyyətlər. Mən sizə bir şey söyləyim. İslam insan təbiətinə yad deyil. Məsələ bundadır. Yəni yaradılışa yad. Yaradılışa yad deyil. O başqa şeylər boş. İslamın insan qəlbində var, elçiliyi var, tərəfdarı var. Ona çox rahatdır insan qəlbini fəth eləmək. Həqiqət ümumiyyətlə bu cürdür. Bunu məsələn axtarmaq ki, nə buna uyğun idi, o qədər doğru deyil. Həqiqət insan qəlbinə yaxındır. İnsan
istəyir. Ağlının xəbər olmasa da ürəyi çoxdan istəyir o həqiqətə yaxınlaşsın. İndi bir şey yadıma düşdü, onu da deyim. Siz indi orada intizamla bağlı dediniz. Elə başa düşdüm ki, siz deyirsiniz qərbdə yaxşı nə var, bir şey var mı? Məsələn, intizam düşünürsünüz ki, qərbin yaxşı cəhətidir. Bilirsiniz, bunlar keçmişdən gəlmir axı. Siz məsələn 300 il əvvəlki Avropaya getsəz, orada o intizamdan əsər əlamət görməzdiniz. Küçədə insanlar tualetlərini tökürlər, nə bilim, natəmizlik, qanunsuzluq, hə. Yəni siz son 200 ildə, 300 ildə olan dəyişikliklərdən gəlib bu fikrə çıxmısınız. Uşaq alveri ilə məşğul olublar. Quldarlıq olub bunlarda. Şərqin bir çox xalqlarında quldarlıq olmayıbdı. Bunlar quldar olublar, başa düşürsünüz, insanı zəncirə vuran insanlar olublar. Bunlar gediblər Afrikalıları gətiriblər, zooparklarda göstəriblər. Heç bir müsəlman ölkəsində bu idbarlıq olmayıbdı. Heç bir şərq ölkəsi insanı zəncirə vurmayıb bu cür. Düzdür, kölə bazarları falan olubdu bu şeylər. Amma bunların gladiator döyüşləri falan da olmayıbdı. Xüsusilə İslam gələndən sonra köləlik də azala-azala getdi. Zaten də məntiqi olaraq kölə azad etmək yaxşı bir iş sayılırdı. Yəni bunlar eyblərinə kör olmaq əvəzinə bizə indi dərs deyirlər. Gələk intizama. İntizamı indi bizə bunlar öyrətmiş olurlarmış da. Onların intizamı ölü intizamdır. Bu Allaha bağlı olmayan intizamdır. Şərq isə həmişə intizamdan danışıbdır. Namaz nədir? İntizamdır. Oruç nədir? İntizamdır. Şərqin bütün ruhani təlimləri deyir ki, səni intizama öyrəşdirməsəm, sən Allahın yolçusu ola bilməzsən. Səni intizama öyrəşdirməsəm, sən şəxsiyyət ola bilməzsən. Şərqin bütün təlimlərində bu var. Bütün. Və o ruhani intizamdır. İndi bir ayrı məsələ ki, hədəflər fərqlidir. Qərb insanının hədəfləri fərqlidir. Şərq insanının hədəfləri fərqlidir. Şərq insanı tələsmir. Çünki onun o gecikmək istəmir. Gecikmək istəmədiyi üçün tələsmir. Onun tamam başqa psixikası var. O çox mistik bir dərinlikdə yaşayan varlıqdır. Şərq insanı mən ideal şəkildə götürürəm. Qərb insanı isə ora-bura vurnuxan toyuq kimidir. Hara gedəcəyini belə bilmir, amma çox intizamlıdır. Bir sual verəcəm. Bizim bu bəlkə də ixtisasdan dolayıdır. Biraz özəl bir sual. Amma cavablandırmaya bilər. Yəni siz həqiqətən də daxilən həqiqətin məhz İslamda tapdığınızı düşünürsünüz və daxilən huzurlusunuzmu? Bəli. Yəni tam heç zərrə şübhəniz yoxdur. Bəli, qətiyyən şübhə. Mən bütün dinləri öyrəndim, tək İslamda yox da. Mən bütün dinləri öyrəndim, gördüm ki, Allahın dini biriymiş. Yəni heç razılaşmadığımız bir məqam olmadı orada. Heç mi? Yəni siz mən din necə bir Bilirsiniz nədən deyim sizə? Mən çox üzr istəyirəm. Türklərdə bir videoya baxmışdım. Oğlan danışır ki, deyir bir tələbə evində kirayədə qalırıq. Mən ateistəm, dostum dindardır. Deyir dostum deyir ki, bəs Quranda səhvlər var da. Deyir ki, nədir o səhvlər? Deyir ki, bəs Quranda var ki, biz dağları sizi zəlzəldən qorusun deyə yaratdıq. Amma müasir coğrafiya elmi sübut eləyir ki, bu belə deyil falan. Bunu ateist dindara deyir. Sanki Quranda səhv var və bu gülmək üçün danışır oğlan. Deyir ki, mən ona dedim ki, yəni mən göydən qoyun gəldiyinə inanan bir adamam. Mənim zərrə şübhəm yoxdur ki, göydən Qurban bayramında, yəni İsmail üçün göydən yerə qoyun gəlib və bu mənim üçün, yəni mənim inancım o qədər safdır ki, yəni mən buna zərrə şübhə eləmirəm. Quranda elə yazılıb bəyəm göydən qoyun gəlir. Yəni bilmirəm, yəni mən İslam bilicisi deyiləm falan. Yəni bu deyir ki, yəni Qurban fəlsəfəsini falan da, yəni bu qədər net inanıram. Ən çox dini bilməyənlər elə dindarlardır. Və kimdə o dindarlar? Bəlkə də bu klişe sualdır, yəni məsələn, özünüz kimi neçə adam tanıyırsınız ki, o mənəvi huzurun o zirvəsinə çatdı? Çox az. Çox az. Normaldır. Yəni bəs sizcə yəni normaldır yoxsa daha tərs olmalı idi? Yəni insanlar daha rahat yolla mı
huzura çatmalı idi. Başa düşdüm. Nə iş? Allahın planı o da deyil ki, milyonlarla yaxşı insan olacaq yer üzündə. Yox. Allah deyir ki, mən istəyirəm ki, az bir qism insan olsun ki, insanlara doğru yolu göstərsin. Müsəlmanlar əslində Allahın göstərdiyi kimi elə çox olmalı da deyildilər. İsa Peyğəmbər öz tələbələrinə deyirdi ki, siz dünyanın duzusuz. Duz çox olmur. Onu ətə səpirlər ki, ət iyi verməsin. Yəni, siz dünyanın işığısız deyirdi öz tələbələrinə, həvarilərinə. Yəni, Allahın planında bu tip adamların da sayının çox olası anlamına gəlmir. O kütlə buna yiyələnir, sonra egosu ilə deyir ki, mən buyam, mən Allahın sevimlisiyəm, sonra başqası bu ilə razı olmayanda başlayır o ilə dalaşmağa, egosundan yenə, təkəbbüründən. Bu ayrı bir psixologiyadır da, bilirsinizmi? Bu fan klub psixologiyasıdır. İndi tutalım biz, məsələn, məktəblər yaratmışıq da, maarifçiliyin də məbədləri var, maarifçilik özü də dindir, onun da məbədləri məktəbdir. Mən də bir 40 ildir müəllim işləyirəm. Və insanları topalayırlar zorla 6 yaşından məktəblərə ki, sizin hamınız oxumalısınız. Siz bilirsiniz, bir çox məktəblərdə müəllimlər nə əzablar çəkirlər o auditoriyada. Oxumaq istəməyən uşaqları oxutdururuq. Adamın üzünə həyasızcasına sifət eləyirlər. İmkanı, qolu biraz güclənən kimi müəlliminə əl qaldırırlar. Belə uğursuz uşaqlar var, yəni çətin tərbiyə olunan uşaqlar var. Yaxşıları seçirlər liseylərə, orada dərs deməyə nə var ki? Elit uşaqlardır, mərifət bilirlər, o birisi fitrətləri gözəldir. Bu təbiəti oxumağa uyğun olmayan uşaqları da ki, əvvəllər bunlar oxumaqla məşğul olmurlar, zorla yığıblar sinfə, müəllimləri də salıblar dərdə. Mütləq bunlara siz və mən də deyirəm, tamam, bu boyda maarifçilikdir, 6 yaşından hamını salırıq məktəblərə, biz dünyanı çox mağıllı elədik. Heç nə deyilənmədik. Dünən oğrular, medvejatnik deyirdilər onlara, kuvalda ilə vurub seyf açırdılar, indi hacker olub, çox yüksək mühəndisliklə bank seyfi açır. Siz təsəvvür edin, süni intellekti tətbiq eləməklə oğurluğa girirlər. O nə qədər bilmək lazımdır ya. İndi mən də deyirəm də, bunlar bu qədər bilirlər, bu da maarifçiliyin dindarları. Və niyə yaxşı adam olmadılar? Çünki ümumiyyətlə insanlardan çox azı doğru yolu tapa bilir. Burada şeytanın çoxlu çətinlikləri var. Kim bunlardan keçib gedəcək? O duzu daha çox ətə səpmək olmazmı? Ki, iylənməsin. Yəni, bu, mən sizi başa düşdüm. Yəni, mənə görə saflanmağın, durulanmağın yolu dindən başqa nədən keçir? Yəni, necə bu insanları əxlaqlı eləyək? Bax, maarifçiliyin problemi çıxdı. Din deyirsiniz ki, hamını yetişdirə bilmədi. Dindən başqa yol yoxdur. Amma İnsan, üzr istəyirəm, absolutla üz-üzə durmadan özünü güzgüdə görənməz. Amma, bax, Müşfəm, özü dediniz ki, bu çox az adam var da belə. Yəni, bu bir mərhələdir. Yəni, o mərhələyə gəlib siz çoxluq üçün nə etmək istəyirsiniz? Yəni, əxlaqlı insan yetişsin. Siz əxlaqlı insanı qəlb də yetişdirəmir. Qəlb onu ancaq kameralarla kontrol eləyir, o vəhşini. O vəhşinin əlinə avtomat keçən kimi bir də eşidirsən ki, girdi Avstriyada bir məktəbi qırdı. Razıyam. Yəni, mən qəlb yetişdirir deyə... Simbol psixoloq kimi. Orada baskı var yalnız. Duyğuların basılması var. Mən sizin fikrinizi bilməsəm ki, yəni, bax, bu əxlaqlı insanı necə yetişdirək? Parta yetişdirmədi, din hamısını eləyə bilmədi, o ətiylənir orada yenə də. Mən deyim, Konfutsunun da idealı budur. Bilirsiniz, mən Konfutsu haqqında kitab yazmışam. O da bu ilə məşğul olubdu. Və elə bilirəm, İslamın da idealı budur, o biri dinlərində. İnsanları fitrətlərinə görə böyüdəcəksən. Yəni, istedadlı uşaqlar, yəni Allahın bir lütf verdiyi uşaqlar ki var, işıqlı. Onları yetişdirəcəksən və onları tanıyacaqsan, onları yaxşı, doğru, düzgün yetişdirəcəksən və onlar öz cəmiyyətlərinə böyük xeyir verəcəklər. Bilirsiniz, biz hamıdan biznesmen düzəldənməliyik, düzdürmü? Azərbaycanların çox sadə bir ata misalı var. Sən ağa, mən ağa, inəkləri kimsə ağa.
Hamı biznesmen olanmaz. Allah deyir, mən insanları dərəcələrlə fərqləndirdim ki, biriləri o birilərini işə götürsünlər. Değil mi? Talantlar, güclər, vizyonlar fərqlidir. Və ruhaniyyatda da bu belədir. Hamının eyni o dərəcədə inkişaf etməsi tələb olunmur. Amma tələb olunur ki, hər bir cəmiyyət özünün elmli insanlarına dəyər versin. Onda o cəmiyyət uğurlu olur. Onda stimul yaranır o birilər üçün də böyüməyə. Hamı böyüməyəcək, amma o cəmiyyət daha uğurlu olacaq. Baxın, Qərb nə ilə məşğuldur? Qərb bu dəqiqə bütün dünyadan qaymaq yığmaqla məşğuldur. Belə bir fəlsəfə yayıb bütün dünyaya ki, siz pis yaşayırsınız, ən doğru həyatı biz tapmışıq, biz hamıdan yaxşı yaşayırıq, xoşbaxtlıq bizdədir, atın öz ölkələrinizi gəlin. Çünki orada da, Almaniyada da hər doğulan 10 uşaqdan 7-si adi uşaqdır. Üçünün gələcəyi var xalq baxımından. O 3 dənəni götürür, sonra Azərbaycandan da 3 dənəni götürür, sonra Rusiyadan da 3 dənəni götürür. Aysu, qaymaq yığır. Qaymaqları yığır hər ölkədən və öz ölkəsinin inkişafına xidmət etdirir. Və elə bilirsiniz, xatırlayacaq. Məsələn, bax, Lütfüzadəni mən sevindim ki, heç olmasa qəbrini gətirib Bakıda qoydular. Qayıtdı öz torpağına. Amerikada heç kimə lazım deyil o. Nə qədər buradan Azərbaycanlı gedəcək, Rus gedəcək, o birisi zənginləşdirəcəksiniz o torpaqları. Lap belə NASA-da işləyəcəksiniz, dahi olacaqsınız. Orada sizin əbədiyyətiniz yoxdur. Sizin əkiləcək yeriniz buradır. İş yeriniz də buradır. Əbədiyyətiniz də buradır. Ona görə bu fəlsəfəni yayırlar, insanlarımızı əlimizdən alırlar. Bizim də məqsədimiz olmalıdır ki, öz qabiliyyətli insanlarımızı öz vətənimizdə dəyərləndirək, onlar burada fayda görsə. O müsəlmanlar faydalı insanlar deməkdir. Mənim açımdan. Başa düşdüm. Biraz sanki ailədən çox qopduq. Elə mən gözləyirdim ki, bunu olacaq. Bu təbii ki, yəni subyektiv fikrimdir. Bəzən bizim ixtisas gərəyi bəzən sual verirlər də. Necə seçim eləyim? Yəni partnyorumu necə seçim və s. Mən deyirəm, bu akademik bir şey deyil. Sadəcə mənim də artıq gələn 40 yaşım olacaq və düşünürəm ki, müəyyən bir təcrübə formalaşıb. Mən həmişə belə deyirəm ki, yəni ən azı 3 dənə bərabərlik olmalıdır. Yanılıramsa mütləq sizin fikrinizi bilmək istəyirəm. Deyirəm, heç olmasa 1 xarici görünüş bərabərliyi olsun. 2 intellektual bərabərliyi olsun, 3 maddi bərabərliyi olsun. Heç olmasa bu üçündən biri sizi bağlayan bir şeylər olsun. Təbii ki, yəni mən bunu pasiyentlərimə demərəm heç vaxt. Bunu sadəcə bir sosial ortamlarda, dostlarla görüşəndə bu şəkildə mənim belə süzgəcdən keçirdiyim bir seçim kriterisi mənə desələr, mən bu 3 dənəni deyirəm. Siz nələr tövsiyə edərsiniz? Yəni bir seçim eləyəndə mən öz evladlarıma nəyi həmişə demişəmsə, hamıya da onu deyə bilərəm. Ki, siz kimsizsə, eyni səviyyədə adama da urcaq olacaqsınız. Heç narahat olmayın. Sizin seçməyə çox işiniz yoxdur. Sizi seçəcəklər. Siz hansı həyata layiqsizsə, o həyatın da içinə düşəcəksiniz. Ona görə də seçiminizin dırnaq arasında yaxşı olması üçün qəlbinizi ucaldın, idrakınızı ucaldın, yəni idrakın aynasını təmizləyin ki, bəsirətiniz yüksəlsin, gözünüz görə bilsin. Əgər siz korsuzsa, sizin gözünüzü açmaq üçün bir axmağı gətirəcəklər sizin həyatınıza mütləq. Bu Allahın metodudur. İnsanı təəssüf ki, başqa cür görən eləmək olmur, ağlandırmaq da olmur, ancaq əzab yolu ilə. Ona görə bizim partnyorlarımız çox zəruri bir instrumentdir, kainatın instrumentidir. Bizim gözümüzü açan instrumentdir. Şikayət zad eləməsinlər bir-birindən. Onlar bir-birinə ayarlanıb göndərilirlər. Seçim məsələsi də bizə elə bir şey gəlir ki, ay güya ki biz özümüz seçirik, biz düşürük bura. Təbii sən seçirsən, amma sənin halın seçir onu. Cəzb eləyir onu, o da səni cəzb eləyir. Heç vaxt məsələn səviyyəsi yüksək olan adam, səviyyəsi aşağı olan adamı cəzb eləmir. Eləmir. Yanından keçir. Öz səviyyəsini cəzb edir. Bir dənə sözlə də bunu tamamlayacağam. Mənə görə bu sahədə Rabindranath Tagorun
bir misralıq şeirindən dərin eşinə olanmaz. Deyir, mən əlanı seçə bilmirəm. Əla öz məni seçir. Tagor öz həyatına gəlmiş şeylər, gözəl şeylərə görə bunu misranı deyib. Mən əlanı seçə bilmirəm. O özü məni seçir. Yəni seçimdə mən iştirak eləmirəm. Və nə yaxşı ki, əla məni seçdi. Demək ki, mən də pis deyilənmiş. Bu yanaşma çox yaxşı qarşındakına güzəştə getməyə rəvac verən bir yanaşmadır. Amma sizcə, bax deyirsiniz ki, öz övladlarıma deyirəm ki, yəni sizcə çox spiritual bir yanaşma deyir. Təbii ki, çox yox ya, bəlli spiritual yanaşmadır. Yəni onu seçə bilməsi üçün o adamın o mərhələyə çatması lazımdır da və bəsirət gözünün açılması lazımdır. Yəni nə qədər belə adam onda narahat olmaq lazım deyil. Əgər bu uşaq axmaqdırsa, mütləq başqa bir axmağı seçəcək, mütləq. Bu olmasın, o birisi olsun. Bir axmağı seçəcək, o axmaq bunun ürəyinə o qədər yaralar vuracaq ki, bu biri axmağın gözləri açılana kimi. Bu da onu təbii ki incidəcək, onun gözləri açılana kimi. Bunlar level atlayandan sonra ya ayrılacaqlar, ya da düzəlib davam eləyəcəklər. Zaten Allah onları ona görə cütləşdirdi ki, bunlar bir-birinin körlüğünü müalicə eləsinlər. Əgər level atlamamsansa, iradənlə gedib boşanırsansa ki, bunu eləyirlər, sən sadəcə olaraq yenə başqa bədəndə, amma eyni səviyyədə bir adamı cəzb eləyəcəksən. Problem dırmıq effekti ilə davam eləyəcək. Eyni ağac gəlib dəyəcək sənin başına. Sən level addamamsansa, boşanmaqda çarə yoxdur. Sən təxminən ona bənzər adama rast gələcəksən. Mən de, şükür Allaha bir dəfə evliyəm, amma mən məsəl üçün dostlarımı görmüşəm də. Müəyyən tip adamlarla dost olurdum və müəyyən tip problemlər yaşayırdım həmişə. Tabii bir dəfə olar, 2 dəfə olar, 3 dəfə olar. Ana mənə çatdı ki, problem məndədir. Mən level atlamasam, bu adamları kainat mənə göndərəcək dalbadal ki, ay axmaq, dəyiş. Və bu çox çətin bir şeydir. Siz Quranda Allah deyir ki, biz sizi yaratdıq, sizə biganə deyilik, yəni kontroldasınız. Və sizi boşuna da buraxmayacaq. Biz istəyərik ki, Allah bizdən əl çəksin də. Yox, bizdən əl çəkən deyil. O bizi bu məsələ ilə üz-üzə qoyacaq ki, ta bizim gözümüz açılana qədər, biz cəhalətdən təmizlənənə qədər bizə problem göndərəcək. Ona görə müdriklük əslində problemdən qaçmağın yeganə yoludur. Konfutsi deyirdi ki, nəhayət mən 70-imdə ürəyimin istədiklərini eləyir və göyün qanunlarını pozmurdum. Siz etrafa baxın. 70-ində. 70-imdə insan çox gec yetişir. Ki, mən ömrü boyu çalışırdım elə bir həyat yaşayayım ki, baxın görün mənə daha cəza gəlir, gəlmir. Ya mən artıq doğru yaşamağı öyrəndim. İnsan böyük bir disharmoniyada yaşayır. Allahla disharmoniyada yaşayır. Ona görə o çox əzab çəkir. Ona görə müdriklük huzur qoxur. Çünki müdrikliyə çatanda adam o disharmoniyanı əsas etibarilə ləğv eləmiş olur. Bunu bilməm nə dərəcədə ümumiləşdirmək olar. Qərar verəndə sizin olduğunuz mərhələdə, sizin çatdığınız o həqiqət zirvəsində hər hansı bir məsələ ilə bağlı qərar verəndə hisslərinizi və məntiqinizi nə dərəcədə işlədirsiniz? Hisslərimi də işlədirəm, məntiqlərimi də istərimi yəni, biraz rasional, sanki bilmirəm, mən yanılıram bəlkə də, sanki məndə belə bir təəssürat yaranır ki, siz rasionallığı çox kənara qoymusunuz. Çünki rasionallıqdan çox şey gözləmirəm, onu da nəzərə alıram. İndi siz bilməzsiniz, mən riyaziyyat müəllimi olmuşam uzun illər. Yəni və mühəndislik qurtarmışam qırmızı diplomla. Mən sonra fəlsəfəyə gəldim, humanitar elmlərə. Mənim rasional tərəfim yetərli qədər möhkəmdir. Amma mən orada çox böyük bir fayda falan da görmürəm. Rasional gedə-gedə o qədər quyulara düşdüm ki. Bir riyaziyyat müəllimi kimi daha dəqiq soruşum, rəqəm olaraq soruşum. 100 üzərindən neçə verirsiniz? Yəni rasionallığa bir yəni 100 üzərindən 30. 30 da deyil. 30. Yəni 30 təxminən. 30. 10 üzərindən 3. Qalan 7-si hissiyatla bağlıdır və ümumiyyətlə qərar qəbulunu mən həmişə uzadaram. Məsləhət də bunu görürəm. Öz həyatımda biraz uzadıram və həssaslığımı artırıram ki, mənə bir işarət gələcək. Mən onu görəcəm. Mən işarət gözləyirəm Allahdan. Əgər qərar olacaq bir şeyi
də çətinlik çəkirəmsə, məsələn, tutam ki, bir çay içməkdə böyük bir çətinlik çəkmirəm, alıram, içirəm. Hə. Amma məsəl üçün həyatla bağlı, məsəl üçün bu universitetdən çıxımmı, yoxsa davam eləyimmi, məsəl üçün də bu işdə qalımmı, yoxsa davam eləyimmi, bu kimi şeylər olanda məsələni uzatma dəqiqələrini aparıram və bir işarət gözləyirəm Allahdan. Müşfiq bəy, heç qorxmursunuz ki, o işarəti səhv yozasınız? Hə. Mən Allah mənim dilimi bilir, mən onun dilini çox bilməsəm, o mənim dilimdə bir şeylər göstərir mənə. Hə. O işarət verir. Tamam. Ümumiyyətlə Allahı öyrənmək Allahla dil tapmağa bağlıdır. Məsələn, qədim peyğəmbərlər Quranda da var. İbrahim dedi, soruşun Allah sizə cavab versin deyə deyirdilər. Hə. Sonra məsələn insanlar müqəddəs kitablar vasitəsilə başladılar məsləhətləşməyə də, soruşurlar kitaba, kitab ona cavab verir. Hətta müqəddəs Avqustinin həyatında da belə bir şey olubdu. Bir dəfə çox kədərli bir məqamında ikinci mərtəbədən kimsə uşağına dərs vermiş, deyib, aç oxu. Qaçıb gedib evə, anasının Bibliyası varmış. Açıb onu və açdığı yerdən də oxuduğu sətirlər onu həyatını dəyişibdi, xristiyan edib. O şeydi, Manikey idi, deyəsə, Gnostik idi, pardon. Və belə şeylər var. Ona görə də insan bilir, Allah da bilir bu ilə hansı dildə danışacaq. Necə? Məsələn, elə adamlar var ki, yatır yuxusunda ağsaqqallı falan bir adam görür. Mən elə şey görmürəm. Hə. Biz psixiatriya da bunların hamısına ad qoymuşuq. Hə, məsələn, Konfutsiyə bir əfsanəvi bir müdrik adam görünürdü və ya sudan çıxan əjdaha görünürdü yuxusunda. Deyir, neçə vaxtı, nə bilim, ayğonu görmürəm yuxuda. Nə olmuş mənə görəsən? Hə. Məsəl üçün, bir işarəti hər adamın öz dilində Allah o ilə danışır və ona bir yol göstərir. Bizə gələcəkdə bu 70-in 30-a dəyişə biləcək sizin həyatınızda? Yox, hətta bəlkə 30 azala bilər. 30 azalar bilirsiniz. Bilirsiniz nətərdir? Bir Azərbaycanlı Məhəmməd Aslanbəyli şair vardı. Mistik şairdir. İndi bilməm yazır, yazmır. Deyir, unutdum o çağlarımı, beynimi yormaqlarımı. İndi heç barmaqlarımı sanaya bilmirəm, valla. İdrakin sükutu. Və ya öyle sərməstəm ki, idrak etməzəm dünya nədir? Füzulidən. Nəticədə susmağa gedir yəni. Susmağa da getmir, yox, niyə ki? Amma hələ susmaq fikrində deyiləm. Nə qədər də danışdıq. Xoş oldu. Amma çətindir, yəni sizin kimi yaşamaq çox çətindir. Yəni nə baxımdan? Ən asanı budur mənim üçün. Sizin üçün. Yəni mən misal üçün sizdən gözlədiyim nədir? Müşməm. Yəni bir oyanış, özünü tanı mesajlarını verirsiniz. Amma yaşamaq üçün təklif elədiyiniz formul bu kütlə üçün, bu insan üçün, yəni o mərhələyə çatmalıdır ki, sizin formulunuz işləməyə başlasın. Mən belə düşünürəm. Yəni bu baxımdan deyirəm ki, yəni misal üçün deyək ki, indi bu ağlıma gəldi, bunu deyirəm. Məsələn, seçim eləyəndə səni tapacaqlar. Yəni təbii ki, yəni geniş mənada mən sizi başa düşdüm, dərin mənada mən sizi başa düşdüm. Amma bir necə deyim, bir orta məktəb məzunu bir qızın seçim qarşısında qalmağında, məsələn, ona evdən deyək ki, 5-6 nəfər tövsiyə ediblər. Və formul yoxdur ortada və o da o mənəvi dərinliyinə hələ çatmır. Soruşsun ağıllı adamlardan, ətrafındakı bütün insanlardan soruşsun. Allahından soruşsun, yuxuda ona bir şey göstərər. Bax onu deyirəm ki, bax siz belə, məsələn o sualı mən sizə belə verdim ki, yəni səhv yazmaqdan qorxmursunuz ki. Yəni 18 yaşında rayonda, yəni heç bir nə bilim fərqli sosial mühit görməyən birinin o ilahi mesajı yazması çətin olmayacaq ki. Taleyi oxumaq deməkdir. İnsanın müdrikləşməsi. Bunu çətin yazmaq, burada yanılmaq təbii ki var. Yuxuların yazılmasına bənzəyir, Yusif xatırlayın. Yuxuları yazmaqda ustalaşacaqsan müdrikləşəndə. Simvolizmi açmağı öyrənəcəksən. Müdriklik bundan sonra gəlir adama. Bu cəhəti olmayan adam üçünsə həmişə hüsran var, həmişə səhv var. Başa düşdüm.
Xoş oldu sizə. Evet. Təşəkkür edirəm hər şey üçün.